Dinimiz deyir ki, ailədə uşaqlarınızı məhəbbətlə təmin edin. Ailədə uşaqlarınıza sevgi göstərin. Məhəbbət göstərin. Nə üçün? Çünki məhəbbət qıtlığı olsa, məhəbbət çatışmazlığı olsa, bir dənə üzünə gülən adama tərəf qaçacaq bu. Məhəbbətlə o qədər doyurun onu ki, məhəbbətin tələsinə düşməsin. Eşqlə sirab olsa, eşqlə təmin olunsa, ağılla qərar verəcək kimi sevim. Çünki eşq çatışmazlığı yoxdur, eşq teşnəliyi yoxdur ki, ağlının işığını zəiflətsin. Eşqlə tam təmin edin ki, eşqdən arxayın olsun, sevilsin və buna mane olmasın. Artıq həyatının müəyyən mərhələsində özünə məşuq seçəndə, hədəf seçəndə ağılla qərar versin. Hissi gəlib əl-ayağına dolaşmasın. Tez özündən getməsin. Ağıl insanı ən uca zirvələrə çatdırır, çağırır, dəvət edir. Ağıl həyata ləzzət və həyəcan gətirir, şövq qatır. Bir adamın yaxşı yaşaması çətindirsə ağlı azdır. Çəkinmədən bunu deməliyik. Yaxşı yaşamaq çətindirsə, sənə çətin gəlirsə, ilk növbədə ağlın zəifdir. Bir insana bəndəlik eləmək çətindirsə, deməli, ağlı zəifdir. Bəndəliyin çətinliyi ağlın zəifliyindən qaynaqlanır.